qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Şübhəsiz ki, doğru yola yönəltmək bizə aiddir. Sözsüz ki, axirət də, dünya həyatı da bizimdir. Mən sizi alov saçan bir odla qorxutdum. Ona ancaq ən bədbəxt kimsə girər. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir. Allahdan ən çox qorxan isə o oddan uzaqlaşdırılar. O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir. Əvəzi veriləcək neymət üçün onun heç kəsə minnəti olmaz. O bunu ancaq ən uca Rəbbinin üzünü dilədiyindən edər. O, mütləq razı qalacaqdır.